əslində hal-hazırda dünyada qlobal effekt doğura biləcək artıq 3-cü müharibə başlayıb. Rusiya-Ukrayna müharibəsi davam edir, hamının bildiyi üzrə. Bu günlərdə Əfqanistanla Pakistan arasında müharibə başladı və bu da İranla ABŞ və İsrail arasındakı müharibədə artıq 3-cü müharibədir və bu üç müharibənin hər üçünün ciddi qlobal effektləri olan siyasi, iqtisadi, bəşəri, hərbi effektləri olacaq müharibələr olduğunu bilirik. İran bunlar içərisində nisbətən ən çox seçilənində əslində gözlənilən müharibə idi bu. Bəlkə də müharibədə ikinci pərdə saya bilərik bunu. Baxdığımız zaman burada müharibənin genişləməsinin müxtəlif cəbhələri var. Bu cəbhələr öncəliklə regionda region ölkələri xüsusən arasında bir genişləmədən bəhs edə bilərik. Faktiki əslində genişlədiyini də deyə bilərik. Çünki müharibənin bir tərəfində İsraillə Amerika hücumlar etdilər və İran da bunlara qarşılıq verdi və bu qarşılığı Amerika həm İsraili vurdu, həm də Amerikanın hərbi bazarının olduğu ölkələri vurdu, ərəb ölkələrini filan. Bunlar da 6 dənə artıq ölkəni prosesə daxil elədi. Yordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn filan bunlar prosesi daxil elədi. Qarşı tərəfdən də məsələlər, İraqdan da vurmalar başladı və İraqdakı Amerikan hərbi bazaları da vuruldu. Və yenə bu çərçivə içərisində Yəmən də proseslərə, Hutçilər də prosesə daxil olacaqlarını qeyd elədilər. Məsələnin başqa hissəsi var. Məsələn, Lübnanda Hizbullahın prosesə daxil olacağı gözlənilirdi və bununla bağlı müəyyən açıqlamalar vardı. Buna qarşılıq da Livan baş naziri də açıqlama verdi ki, Hizbullah bunu etməsin, bu başqa bir şey yaradacaq. Yəni, gələn mesajlar göstərir ki, bunu göstərir. Digər tərəfdən, tam da bugün İran hərbi şeydən sonra, əməliyyatların başlamasından sonra İran parlamentindəki parlamentin spikeri və bir komisyon rəhbəri bir Amerikanın bölgədəki hərbi bazalarının xəritəsini yayınladı və o xəritədə ərəb ölkələri və Türkiyə də var açıqcası və İranın hal-hazırdakı hərbi əməliyyatlarının baş komandanı titri olduğu ifadə edilən Səfəvinin açıqlamaları var, Yəhya Səfəvinin açıqlamaları var. İrana dost ölkələri də hədəf alacağıq, çünki onlarda Amerikan hərbi bazaları var. Biraz sonra İran Xarici İşlər Naziri də bunu biraz dəqiqləşdirdi ki, hardan ki hərbi bazalar bizim əleyhimizə istifadə olunur, bunu ifadə elədi. Əslində, sualınızın bu istiqamətində geniş miqyaslı bölgə savaşına yol aça biləcək bir prosesdən bəhs edilir. Bu, qısa vadədə, orta və uzun vadədə hal-hazırda 4 bölgə müharibə zonasına demək olar ki, çevrilib. Biri Hörmüz boğazı ətrafındakı bölgədir. İkincisi Qırmızı dəniz və Körfəz bölgəsidir. Bu mənada Süveyş kanalı hissəsidir, artıq buna çevrilir. Üçüncü, Sakit Okean hövzəsi, çünki Amerikalıların burada həm tankerləri, təyyarə tankerləri burada var, həm də müxtəlif hərbi bazalardan, məsələn, Diego Garcia hərbi bazasından proseslərə müdaxilə edə biləcəyi və də etdiyi ilə bağlı xəbərlər də dolaşır. Londonla birgə olan həmin o bəli, bu məsələ gəlir. Bir də məsələnin Aralıq dənizi hissəsi var. Hətta işin içərisinə müəyyən hərbi bazalarına, Amerikanın Avropadakı hərbi bazalarına daxil ediləcəyi yönündə xəbərlər var və ya daxil edildiyi yönündə xəbərlər var. Bunlarla düşündüyümüz zaman geniş miqyaslı bir cəbhədən bəhs edə bilərik. Üstəlik, İranın da buna müəyyən mənada cavab vermə imkanlarının olduğu da müxtəlif rəylərdə, ekspert yanaşmalarında, rəsmi açıqlamalarda da görülür. Hətta bu, Trump administrasiyasının Trump'ın çıxışında da özünü göstərir. Nazim bəy, İrandakı mümkün hədəflərlə bağlı əvvəlcə açıqlama yayılmışdı. Yəni, hələ bu xəbərlər təqdim olunmazdan öncə İrandakı mümkün hədəflərin siyasi təqdim olunmuşdu. İstəyərdim ki, əvvəlcə qrafik təsvir üzərindən onu tamaşaçılarla bölüşək. Hansı istiqamətlər göstərilirdi və indi yayımlanan xəbərlər nəyi deyir? Burada neft emalı zavodları var idi.
terminallar yer alırdı, limanlar yer alırdı və elə Demokratiyalar Müdafiə Fondunun verdiyi məlumatda mümkün hədəflər bunlar göstərilirdi. Bir də ən sonda təqdim etdiyimiz əslində bir mümkün hədəflər var idi. Yəni daha çox ərazilərlə bağlı strateji, ali və siyasi rəhbərlərin yerləşdirdiyi istiqamətlərlə bağlı onu təqdim edək. Xeyr, digər qrafik təsviri təqdim et. Bəli. Ali rəhbərin ofisi var idi, Müdafiə Nazirliyi, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi deyilirdi. Bu siyahıda olan istiqamətlər Nazim bəy əslində hədəfə alınıb. Yəni əvvəlcədən bu xəbərlər... Burada yazılmayanlar da hədəf alınıb. Burada Məsələn, prezident iqamətgahı qeyd edilmirdi, o alınıb. Hətta bəzi iddialara görə müxtəlif köhnə siyasi figurlar, Əhmədinəcadın evi filan da hədəfə alındığı istiqamətində xəbərlər də var, iddialar da var. Yəni bu istiqamətlər əvvəlcədən verilmişdi. Sizin fikrinizcə bu məsələdə təhlükəsizliyi öncədən tam təmin etmək mümkün olubmu? Misal üçün Xamenei ilə bağlı yayımlanan xəbərlər əsnasında qeyd olunur ki, Reuters agentliyi iddia edir ki, ümumiyyətlə Xamenei ölkədən çıxarılıb, hətta təhlükəsizliyi də təmin olunub. Yəni öncədən bütün elanlar hər iki tərəfdən verilmişdi deyə, deyək ki, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdəki hərbi bazaları baxımından da bu sualı qoya bilərik. Oradan bilirik ki, çıxarılır da hərbiçilər də. Digər tərəfdən İranda da hansı istiqamətlərin hədəf alınacağı bilinirdi. Öncədən bu istiqamətdə təhlükəsizlik sizcə tam təmin oluna bilərdimi? Bilirsiniz, əvvəla o iddiadan başlayaq ki, Xamenei ölkədən çıxarılıbmı, təhlükəsizliyi nə dövrədədir? Düşünürəm ki, bu cür vəziyyətlərdə mən Xameneinin ölkədən çıxarıldığını düşünmürəm açıqcası. Çünki ölkə daxilində tamamən özünüzün nəzarət elədiyiniz şərtlər altında təhlükəsizliyi təmin etmək nisbətən təhlükəsiz modelidir. Ölkədən çıxarıldığını düşünmürəm. Çünki ölkədən xaricə çıxarılanda risk də artır. Mütləq Amerika və İsrail müxtəlif pazarlıqlar və müxtəlif kəşfiyyat və imkanları ilə bunu eləyə bilərdilər. Bunu daha rahat əldə edə bilərdilər. Ona yönəlik təhdidi daha güclü hala gətirə bilərdilər. Daha real şəkilə sala bilərdilər. Mən ölkə daxilində olduğunu düşünürəm. İndi adi müşahidəçilər də biz sizin verilişlərinizdə də, başqa verilişlərdə də zaman-zaman verdiyimiz ekspert rəylərində də Amerikanın və İsrailin İranı vuracağı məsələsini gündəmə gətirirdik. Hər iki tərəf növbəti bir müharibənin və növbəti bir hərbi qarşıdurmanın olacağını ifadə edirdilər və bunu göstərirdilər. Dolayısıyla hər iki tərəf özlərinin strategik əhəmiyyətli hesab elədiyi obyektlərini və xüsusilə hədəf alınacaq siyasi şəxsləri mümkün mərtəbə qoruma altına aldıqlarını mağa çalışıblar. Bu çərçivədə İranın da bu addımı attığını düşünürəm. Strategik hədəflər, bunlara yönəlik müəyyən tədbirlər alıb, bu tədbirlərin bəziləri həmin hədəflərin qorunması, şəxslərin bazında siyasilərin qorunması, bir də onların əvəzlənməsi. Yadınızda xəbərlər vardı ki, hər siyasi figurun yerinə və ya hərbi figurun yerinə 4 dənə əvəz edici təyin olunub filan. Bunlar edirdilər. Hətta bu məsələni Xameneinin öldürülməsi yönündə xəbərlər çıxdığı zaman Araqçıya da soruşmuşdular. Demişdi, bizdə sistem var, o çərçivədə proseslər gedir. Bu məsələnin bir tərəfi. Yəni, spesifik Xamenei, Pezeşkiyan, bəzi daha kritik figurlar, bunların hər birinin qorunması, məncə onlar daha öncədən təhlükəsizliyi alınıbdır. Mən şəxsən onlara hədəf götürülüb, uğurlu nəticə alındığını söyləsələr ya da onun xəbəri çıxsa, mən buna şaşıracağım. Bu mənada, yəni biraz şaşıracağım ki, axı bu qədər hədəfdə olan birini necə tədbir ala bilməmisiniz? Bu mənada bu məsələnin bir tərəfi. Amma o ki, qaldı obyektlərin %100 qorunması mümkün deyil. Çünki o obyektləri ötürüb gizlədə bilmirsiniz. Onların hamısı sadəcə onlara vurula biləcək zərərləri minimizə eləmək üçün içindəki insanları daşıya bilərsiniz. Müxtəlif strategik əhəmiyyətli silahları, təyyarələri, raketləri oradan başqa yerlərə, daha təhlükəsiz yerlərə daşıya bilərsiniz. Amma şübhəsiz ki, bu qədər böyük hərbi texnikanın, silahların, bombardımanın edildiyi dövrdə həm ABŞ və İsrail İrana böyük zərər vuracaq. Həm də İran İsrailə və bölgədəki Amerikan hərbi bazalarına müəyyən zərərlər vuracaq. Təbii ki, müqayisə etsək, Amerika və İsrailin vuracağı zərbələr və verəcəyi zərərlər daha strategik, daha uzun müddətli və daha geniş bir sektoru əhatə edir.